iPhone 17 Pro-nun dizaynını bir çoxları bəyənmir. Amma buna baxmayaraq, bəzi Çin brendləri artıq özlərinin smartfonlarını iPhone 17 Pro seriyasına oxşadır. ZTE iPhone 17 Pro-nun əkizini təqdim etdi. ZTE-dən iPhone 17 Pro. Aşağı büdcəli smartfon Apple flaqmanının dizaynı və Unisoc çipinə sahibdir. ZTE-nin alt brendi Nubia iPhone 17 stilində V80 dizayn smartfonunu səslikçə təqdim etdi. Kamera modulu device'ın bütün eninə yayılır və flash işıq yan tərəfdə yerləşir. Nubia V80 dizayn 120 Hz tezlikli 1000 nitə qədər parlaqlığa malik, altdan %75 inçlik Full HD+ LCD ekran, eləcə də 16 megapiksellik selfie kameraya malikdir. Arxa paneldə 50 megapiksellik kamera və dərinlik sensoru yerləşdirilib. Üçüncü modul isə sırf dekordur. V80 dizayn smartfonun Mali G57 MP qrafika, 4-8 GB RAM və 256 GB-lıq daxili yaddaşa malik Unisoc T7280 çipi ilə təchiz olunub. Smartfon 22,5 W'lıq zaryadkalı, 5000 mAh batareya ilə təchiz edilib. Android 16-lı MyOS 16 əmələ sistemi ilə işləyir. Xüsusiyyətləri arasında yan tərəfdə yerləşdirilmiş barmaq izi sensoru, USB-C portu, IP64 sudan qorunması və 3,5 mm-lik jack portu var. Həmçinin şirkətin Link-Free texnologiyasına malikdir. Link-Free texnologiyası mobil şəbəkə olmadan mesajlaşmaya və zənglərə imkan verən Bluetooth bağlantısına malikdir. Nubia V80 dizayn artıq Malayziya və Filippində $100 başlayan qiymətə mövcuddur.